Herkese salam. Bu mənim ilk videomdur. İlk videomda sizə Temudan alıb və istifadə etdiyim üz baxım məhsullarını göstərmək istəyirəm. Mən bu məhsulları təxminən 15 gün istifadə edirəm və sizlə nəticələrini bölüşmək istəyirəm. İlk məhsulumuz diş ağartmaq üçün istifadə olunan tozdur. İçərisi bənövşəyi rəngdə xırda tozlardan ibarətdir. Üzərində 3 gün qalıcılıq yazılsa da istifadə edildiyi müddətdən 2-3 saat qalıcılığı mövcuddur. Uzun müddət qalıcılığı yoxdur. Qiyməti 3 manat 77 qəpik təşkil edir. Digər məhsulumuz üz üçün gecə maskası, kollagen tərkibli maskadır. Yanında belə fırçası ilə birgə gəlir, üzə də fırça ilə tətbiq olunur. Qiyməti 5 manat 35 qəpikdir. Gecə yatmazdan əvvəl fırça ilə tətbiq edirik. 15-20 dəqiqə qaldıqdan sonra əlindən üzümüzü yoxlayırıq. Əgər bir yapışqanlıq yoxdursa, soyaraq çıxartmaq mümkündür. Maska üzü nəmləndirir, daha təravətli və parlaq göstərir. Digər məhsulumuz günəş kremidir. Azərbaycanda satılan digər günəş kremlərinə baxanda qiyməti çox münasibdir. Demək olar ucuzdur. 3 manat 78 qəpiyə almışam. Buna baxmayaraq heç bir yan təsirini görməmişəm. Davamlı olaraq 15 gündən çox istifadə edirəm. Çox gözəl ətri var. Üzdə ağ rəng qalmır, topaqlar əmələ gəlmir. Bir də parıltılı görünüş yox, mat görünüş verir. Digər bir serumdur, C vitamini serumudur. Qiyməti 4 manat 28 qəpik idi. Strukturu qatı deyil də nisbətən duru bir struktura malikdir. Həftədə bir dəfə istifadə etməklə 2-3 dəfə istifadə etmişəm. Dəriyə parlaqlıq verir. Digər məhsul isə set formasındadır. Gecə kremi və serumdan ibarətdir. İkisi bir yerdə 5 manat 44 qəpiyə almışam. Bunda C vitamini kimi strukturu sulu bir strukturdur. Gecə kremini yalnız istifadə etmişəm, serumu istifadə etməmişəm. Gecə kreminin də hər hansısa bir yan təsirini görməmişəm. Digər məhsul dodaq nəmləndiricisi, dodaq balzamıdır. Bunun aldıqda 6 fərqli növ və rəngi var idi. Mən aldığım çiyələklidir, çox gözəl ətrə sahibdir. Dodaqları çox gözəl nəmləndirir. Qiyməti 1 manat 70 qəpik olmalıdır, səhv eləmirəmsə. Çox gözəl nəmləndirir, dodağı parlaq və canlı göstərir. Sonuncu məhsul isə üz yuma gelidir. Mən bunu 5 manat 24 qəpiyə almışam. Düyü tərkiblidir. Düyü tərkibli olması üz rənginin açılmasına səbəb olur. Mən də üzümdə olan bəzi ləkələrin açıldığını hiss edirəm. İlk öncə ələ vurulur, əldə su ilə qarışdırılır. Nisbətən köpüklü hal alandan sonra